ən çox axtarılan tut sirkəsinin reseptini sizlərlə paylaşıram. Hazırlanması cəmi 2 dəqiqə vaxtınızı alacaq. Əvvəlcə tutları çör-çöpdən təmizləyirik. 3 litrlik balonu soyuq su ilə, adi soyuq su ilə yaxşıca yuyuram. Yuduqdan sonra təmizlənmiş tutların üzərindən də bir qədər su keçirirəm. Yuduğum, yəni üzərindən su keçirdiyim tutları balona yığıram. Balona yığdıqdan sonra da əlimlə bacardığım qədər əzirəm ki, suyu çıxsın. Onsuz da tutlar əvvəlki gündən sirkələnmişdi. Özüm saxladım ki, bir qədər də yumşalsın. Onda sirkəmiz daha yaxşı alınacaq. İndi hamısını yığıram balona. Balona yığdıqdan sonra da indi görəcəksiniz əlimlə bacardığım qədər əzirəm. Üzərinə bir qədər də su əlavə edirəm. Təxminən 6 ədəd də qənd əlavə edirəm. İstəsəniz bax bu balonun üzərinə bir ovuc buğda və yaxud da ki bulqur əlavə edə bilərsiniz. Ağzındakı ya cuna ilə bağlayın ya da ki mən elə kapron qapağı yarı örtülü vəziyyətdə bir qədər açıq şəkildə qoyuram ki, qıcqırma prosesi yaxşı getsin. Gündə bir dəfə taxta qaşıqla qarışdırırıq. Təxminən 3 aya tam şəfalı tut sirkəsi hazır olur. Mən sizə tut sirkəsinin hazırlanmasının ən sadə üsulunu göstərdim. Növbəti videoda vişnə döyməci hazırlayacağam. Sizlər də öz usulunuzu rəylərdə yaza bilərsiniz. Videonu bəyənib səhifəni izləməyi unutmayın. Sağ olun.